Salam, hər vaxtınız xeyir olsun. 2020-ci ilin 20 avqust birinci qrupların qəbul imtahan suallarını müzakirə edirik. Sualları ekranda göründüyü sırayla, yəni ardıcılıqla deyil, ekranda göründüyü formatla izah edəcəm. İlk sualda bizdən tələb olunur, konusdan danışır. Nə deyir? Deyir ki, katetlər 6, 8, 10 düz bucaq, bucağın kiçik katet ətrafında fırlanmaz. Baxın, biz katetləri 6, 8 yazdıq. Deməli, hipotenuz 10'dur. Burada kiçik katet ətrafında fırlananda şagirdlər, baxın, bu ox olur burada. Və bunun ətrafında fırlananda konusun radiusu alınır 8. Bizdən yan səthin sahəsini istəyir. Konusun yan səthin sahəsi pi r l'dir. Yəni, pi vur 8 vur 10, cavab 80 pi edəcək. 7-ci sualda m n-dən kiçikdir deyə birinci modul mənfidir. N 3-dən böyükdür deyə müsbətdir. M 3-dən böyükdür deyə mənfidir. Mütləq qiymətin xassəsinə əsasən birincini əksinə açacaq. İkinci olduğu kimi açılır. Qarşısındakı mənfi əksinə dəyişir. Üçüncünü əksinə açırıq. Üstə gəl 1. M-lər və N-lər islah olunur. 2 çıx 3 mənfi 1 olur cavab. 8-ci sualda 1-dən başlayaraq neçə ardıcıl natural ədəd götürməliyik ki, 1, 2 və s. n cəmi 120-dən böyük olsun. Burada biz ədədi silsilənin cəm düsturuna əsasən 1 üstə gəl n bölü 2 vur n 120-dən böyük yazırıq. Bu da n kvadrat üstə gəl n çıx 240 müsbət deməkdir. Vuruqlarına ayırsaq n üstə gəl 16 n çıx 15 müsbətdir. N naturaldır deyə n üstə gəl 16 müsbətdir. Deməli, n 15-dən böyükdür. Ən kiçik 16 olacaq. İkinci sualda piramidanın hündürlüyün 18 verib, oturacağının sahəsini verib 800. İndi oturacağına paralel və hündürlüyün ortasından keçən, deməli 9, 9 bölür. Bu kəsiyin sahəsini tapmamızı istəyir. Şagirdlər, burada yaranan bu kiçik piramida ilə böyük piramida oxşardır. O zaman hündürlüklər nisbətinin kvadratı sahələr nisbətinə bərabər olacaq. Bunlar 9-a ixtisar getsə kvadratı 4də 1 s böl 800'dür. Deməli, s-i buradan 200 tapır. Üçüncü sualda deyir ki, kompleks ədədlər üçün hasili tapın. Yəni 3 üstə gəl i vur, mənfi 4 üstə gəl 8i. Bu sualda mənfi 12 üstə gəl 24i, çıx 4i, çıx 8i kvadrat. I kvadrat mənfi 1'dir. Mənfi 4 üstə gəl 20i alırıq. Mən burada nəyisə səhv etdim. Yoxsa cavab yoxdur. Baxaq bir də. 3'ü 8i'yə vurduq. Mənfi 4'ü 20i elədi. Mənfi 12 üstə gəl 8i kvadratdır. Burada çıxma olduğu üçün bura mənfi 20 olur. Cavab B variantı. 9-cu sualda kəsişmənin element sayını verib 2. Birləşmənin element sayını verib 10. B-nin element sayını verib 7. Mən Euler-Venn dairəsini çəkirəm. Əslində burada hazır düstura görə də istifadə edə bilərəm. Bura 7, bura 2-dirsə, deməli bura 5 düşür. Cəmisi 10'dursa yalnız A-ya 3 dənə qalacaq. A-nın element sayı olacaq 5'dən. 4-cü sualda AB-ni 4 verib, BC-ni 8. Çevrənin radiusuna R yazsam. 2 üsulunuz var uşaqlar. Bunu axıra kimi uzatmalısınız. Burası R yazmalısınız. 8'in kvadratı 4 vur, 4 üstə gəl 2R. Buradan R'i 6 tapırsınız. Ya da radiusu toxunana perpendikulyar düşünüb R'i çəksək, buradan nə alırıq? R kvadrat üstə gəl 8 kvadrat, R üstə gəl 4 kvadrat. Radiusu 6 tapırıq. Növbəti suala baxaq. Yazılıbdır ki, şagirdlər funksiyanın x0 nöqtəsində törəməsinin qiymətini tap. Biz də bilirik ki, törəmənin qiyməti həmin nöqtədə, məsələn, kx üstə gəl b çəkilibsə, toxunan tənliyi k törəmənin qiymətidir. K bucaq əmsalı da bu alfaya bərabərdir də, alfanın tangensinə daha doğrusu. Mən burada alfanı düz bucaq, üç bucaqdan tapa bilərəmmi? Necə olacaq?
Biraz səliqəsiz oldu. Aha. Burada. Neçənci sual idi? Beşinci sual. Bu düzbucaqlı üçbucağın qarşı kateti 2, bitişik kateti 4'dür deyə tangens alfa 2 bölü 4, yəni 0,5 yaza bilər. Biz bunu bilməsək, yəni tangens alfa olduğunu bilməsək, y-i mənfi 2-də kəsəndə x-in qiyməti 0-dır. Buradan b-ni tapırıq mənfi 2. Sonra y-ə 0 yazıb, y-ə 0 yazıb, apsisi 4 yazırıq. Buradan çıx 2 olur. 4k 2 olduğu üçün k 4'də 2 alınır. Yəni cavab bu şəkildə olacaq. 11-ci sualda x, y ortaq çıxardıram. X çıx y 20'dir. X, y vur x çıx y 20'dir. X çıx y 4 olduğu üçün x, y hasili 5'dir. Buradan ədədlərin 5 və 1 olduğunu görmək olur. Mənfi 1, mənfi 5 də olur. Amma biz müxtəsər vurma düsturundan istifadə edirik. Onsuz da ədədi yerinə yazmağımıza tam bal verməzlər. X çıx y 4'dür deyə kvadratı 16, 2 vur 5'də 10, 26 alırıq cavab. Keçək. 6-cı sualda diaqonalların kəsişmə nöqtəsi koordinat başlanğıcında olan paralelogramın. Deməli, mən əslində burada koordinat sistemi çəkməyimə ehtiyac yoxdur. Simvolik olaraq çəkmək istəyirəm. Baxın, paralelogramı çəkirəm. B nöqtəsini verib mənfi 3, 2-də. B burada deyil. B C ilə ardıcıl olmalıdır. B burada mənfi 3, 2. C burada 4, 5'dir. Diaqonalların kəsişmə nöqtəsi paralelogramın simmetriya mərkəzidir. Diaqonallar yarı-yarı bölünür. Deməli, D burada 0-a nəzərən simmetrik 3 mənfi 2-dir. AC ilə 0-a nəzərən simmetrikdir. AC ilə koordinat başlanğıcına nəzərən simmetrik mənfi 4, mənfi 5 alırıq. Nə almış oluruq indi? AC-nin komponentləri C çıx A-dır. 4 çıx mənfi 4, 8, 5 çıx mənfi 5, 10. BD-nin komponentləri isə 3 çıx mənfi 3, 6 və mənfi 4-dür. Bunların skalyar hasili bizə nə vermiş olur? 8 vur 6 üstə gəl mənfi 4 vur 10. 8 çıx 40 cavab 8 eləyəcək. Burada 12-ci sualda köklərindən biri 0-dırsa, deməli tənliyin köklərindən birinə mən 0 yaza bilərəm. Onda alacağıq m kvadrat üstə gəl 5m çıx 14 0-dır. M-lərin cəmi burada neçə eləyir? Mənfi 5. Hansı nöqtə 2x üstə gəl 1-in üzərindədir? Yəni x-ə biz birinci ifadəni yazdıqda y-ə ikinci olmalıdır. Cavab 23-47 olacaq. Baxın. 2 vur 23 üstə gəl 1, 46 üstə gəl 1, 47 eləyir. Doğru cavab deyildir. 14-cü suala baxıram. Şagirdlər, loqaritmanın əsasları kök 2 əsasdandır, eynidirlər. O zaman loqaritma kök 2 əsasdan toplanma olduqda ədədləri vura bilirik. Buradan nə alırıq? 5 üstündə loqaritma kök 2 əsasdan 5 çıx 3. Bu da bizə verir 5 üstündə kök 2 əsasdan 2. Yəni 5-in kvadratı 25 eləyir. Şagirdlər, sinus 20 ilə kosinus 70 cəm 90-dır deyə bir-birinə bərabərdir. Burada əgər biz 2-yə vurub 2-yə bölsək, 3 kök 3 bölünsün 4 vurulsun 2 tangens 15 böl 1 çıx tangens kvadrat 15 alırıq. Bu da tangens 2 alfanın düsturudur. Tangens 30 dərəcə deməkdir. Bu tangens 30 deməkdir. Tangens 30 da kök 3 bölü 3'dür deyə 3'lər ixtisar getdi. Cavab 4'də 3 alındı. 15-ci sualda düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş median 7-dirsə, hipotenuz 14'dür. Xarici çevrənin radiusu şagirdlər elə medianla eynidir, 7'dir. Dairənin sahəsi isə pi vur 7 kvadrat 49 pi olacaq. 23-cü sualda biz nə etməliyik? Sinus x ilə sinus 5x cəmin verib,
2 sinus cəminin yarısı, kosinus fərqinin yarısı 0 yazdır. Buradan sinus 3x bərabər 0 ya da kosinus 2x bərabər 0 alır. Sinus 0'a pi n'lərdə bərabər olur. Deməli x olur pi n bölü 3. Buradakı köklər 0, 60, 120 və s. Kosinus 0'a pi bölü 2 üstəgəl pi n'də çevrilir. 2'yə bölsək əgər 45 üstəgəl pi n bölü 2. Burada köklər 45, 135 və s. İlk müsbət kökü 45 dərəcə olacaqdır. 16-cı suala baxıram şagirdlər. MY-ni 6 verib, YP-ni 5 verib. NY KP-yə paraleldir, deməli burada 5'dir. NK-nı 5 tapdıq. Trapesiyanın kiçik oturacaq 5, böyük oturacaq 11'dir. Orta xətti olacaq 5 üstəgəl 11 bölü 2, cavab 8. 24-cü sualda kök altında 2x çıx 6 mənfi ola bilməz. 12 çıx 4x də mənfi ola bilməz. Buradan x-i tapırıq ki 3-dən kiçik deyil. Burada isə 3-dən böyük deyil. Hər ikisini ödəyən yeganə ədəd x bərabər 3'dür. X-ə 3 yazıram. 0, 0, 12 vur 3 böl 3 çıx 1. 36 böl 2 cavab 18. Keçək. 17-ci sualda rasional cəbri kəsiri ixtisar olunursa. Şagirdlər, biz sürəti vuruqlarına ayırsaq x çıx 6 x üstəgəl 1'dir. Deməli x kvadrat çıx b-nin ya bir vuruğu x çıx 6 olmalıdır, ya da bir vuruğu x üstəgəl 1 olmalıdır. Mən buradan x-ə 6 yazanda 36 çıx b 0 elədiyi üçün b-ni 36 tapdım. Burada x-ə mənfi 1 yazanda isə mənfi 1'in kvadratı çıx b 0, b-ni 1 tapırım. 1 və 37'nin cəmi, 36'nın cəmi 37 alınır. 25-ci sualda bərabər yanlı üçbucağın təpə bucaqları eyni verilibdir. Yan tərəfi 15'dir, oturacağı 10'dur. Deməli bunun perimetri 40'dır. Digərinin perimetri 32'dir. Yan tərəfi tapmamız istəyir. Təpə bucaqlar eyni olduğu üçün bunlar bir-birinə oxşardır. Oxşar olduqları üçün perimetrlər nisbəti yan tərəflər nisbətinə bərabərdir. Buradan nə alacaq? 8'ə bölsək əgər 5 ilə 4, 5 ilə də 15, 3, x olur 4 vur 3, 12. 26-cı limit sualında şagirdlər en sonsuzluğa gələndə 5'də 1 üstəyin 0'a gedir. Burada isə dərəcəsən böyük olanlar 6n ilə 4n kvadratdır. Cavab 6n bölü 2n, yəni 3 alır. Doğru cavab 3'dür. 18-ci sualda uyğun bucaqları əsasən AB-yə paralel deyə bura 80 dərəcədir. Alfanın qarşı bucağı da alfadır. Üçbucağı görürsünüz. Bu üçbucaqda alfa və onun cəmi 80'ə bərabərdir. Deməli alfanı 70 dərəcə tapır. Doğru cavab deyil. 27-ci sualda üçbucaq üçün uyğunluğu müəyyən edin. Mən birin yazacağım, digərləri buna oxşardır da. 9K 180'dir, K 20'dir. Deməli tərəflər olur 40, 60, 80. Digərlərində buna uyğun yazarsınız. Asan sual. 19-cu sualda pi şagirdlər 3 tam %14, 15 və s. gedir. Deməli kəsin sürəti mənfidir. Onda məxrəci də mənfi olmalıdır ki, nəticə müsbət olsun. Buradan x üstəgəl 5, x çıx 2 mənfi alıram. İntervalı çəkdikdə mənfi 5, 2, müsbət, mənfi, müsbət. Cavab mənfi 5, 2, C variantı olacaqdır. 20-ci suala baxaq. 94, 3, 7, 12 ilə tərs mütənasib bölünübsə, şagirdlər ədədlərlə tərsdirsə, onların tərsi ilə düz mütənasibdir. 3'də 1x, 7'də 1x, 12'də 1x, 94'ə bərabərdir. Ortaq məxrəc 84'ü seçəndə 28 üstəgəl 12 üstəgəl 7x. 47x bərabərdir 94 vur 84. Buradan 2, 168 aldıq. 168 bölü 3. 56,
Sonra 20 neçə eləyir? 168 7-yə bölündü 24, 12-yə bölündü 14. Cavab A-dır. Bu sualı biz belə də yaza bilərik şagirdlər. Baxın. 3, 7, 12 ilə tərs mütənasibdirsə, hasilləri bərabər olurdu. Yəni mən yazırdım 3A, 7B, 12C. İndi 3, 7, 12-yə bərabər olan ədəd 84K düşünəndə A-ya düşür 28K, B-yə düşür 12K, C-yə düşür 7K. Onların cəmi 47K, 94, K-nı 2 tapırıq. 2-yə də vuranda cavab bu alınacaq. 21-ci sualda 0, onda 2, 5 üstü mənfi 1 deməkdir. Bunu 7 çıx 2x-ə vurub 5-dən böyük. Deməli, ortada işarə olduğu kimi qalacaq. Buradan 2x 8-dən böyük, x 4-dən böyükdür. Ən kiçik tam qiyməti 5-dir. Situasiya tapşırığına baxırıq, şagirdlər. Ağacəhmə aksiyasına 36 şagird cəlb edilmişdir. Şam və küknar ağacları trapesiya formasında birinci sırada 5 ağac, hər sonrakində isə 2 ağac olmaqla bir-birinə paralel 6 sırada əkilir. Baxın, şəkli digər səhifəyə düşübdür. Bu şəkildə əkilmişdir deyilir. Baxın belə. Aradakı məsafələr 2 metrdir. İndi hər birinə paralel 16 sırada əkilir. Sıralar arasında məsafə 3 metrdir. Hər sırada ağaclar arasında məsafə 2-dir. Mən səhv elədim uşaqlar. Bura 3-dür. Hər ağac arasındakı məsafə 2 metrdir. Bu şəkildədir. İndi 28-ci sualda yazıb ki 36 şagird idi. Qızlardan 6 aksiyanı tərk elədi. Əlavə 5 oğlan aksiyaya qoşuldu. Baxın, neçə qız cəlb olunmuşdu. Əvvəlki qızlara x yazsaq, oğlanların sayı olacaq 36 çıx x. Qızlardan 6-sı aksiyanı tərk elədi, x çıx 6 qaldı. Əlavə oğlanların sayını 5 vahid artırdıq. Buradan. Bu zaman aksiyadakı qızların sayı oğlanların sayının 40% oldu. Yəni x çıx 6 41 çıx x-in 40%-dir. Bu da ixtisar olunsa 5-də 2-dir. Deməli 5x çıx 30 bərabərdir. 82 çıx 2x. Buradan 7x-i tapırıq 112, x-i tapmış olduq 16. Əvvəlcə 16 qız cəlb olunmuş. İndi şagirdlər 6 sırada ağac əkilmişdirsə əgər 1, 2, 3, 4, 5, 6 sıra. Trapesiyanın sahəsini istəyir. Birinci sırada 5 dənədir. 6-cı sırada neçə ağac olacaq? D2 veribdir deyə hər sonrasında 2 dənə artıq ağac əkilir. Səhv etmirəmsə eylədir. Hər sonrakında 2 artıqdır. A1 üstə gəl 5D yazacaq. Buradan 5 üstə gəl 5 vur 2 15 alıram. Deməli, burada hündürlük, trapesiyanın hündürlüyü h olacaq. 1, 2, 3, 4, 5 dənə 3, 15 metr. Burada tərəf olur 8 metr. Burada 15 ağacdır deyə 14 dənə ara var, 28 metr olur. Trapesiyanın sahəsi olur 8 üstə 28 böl 2 vur 15. Buradan 36 böl 2 18 vur 15 cavab alırıq 270 metr kvadrat. İndi yazıb ki uşaqlar hər sırada əkilən ağaclardan 3-ü şam, qalanları küknardır. Ardıcıl olaraq nömrələnmişdir. Təsadüfi seçilmiş 2 nömrənin hər ikisinin şam ağacına aid olması. Deməli şagirdlər, burada 6 sıra var deyə biz əvvəlcə S6-nı tapaq, cəmi neçə ağac var? A1 üstə gəl A6 böl 2 vur 6. Buradan 5 üstə gəl 15 böl 2 vur 6. 60 ağac var. Deməli, nömrələnibsə 60 nömrə var. Hər sırada 3 dənə şam ağacı var. Hər sırada 3 dənə şam ağacı var. Axırda şam olmasını istəyir. Deməli, şamların sayı 6 vur 3 18 dənədir. İndi 2 nömrə seçiriksə, mümkün hal sayı kombinzon 60-dan 2, yəni 60 vur 59 böl 1 vur 2, 30 vur 59'dur. Əlverişli hal sayı isə hər ikisinin şamlardan seçilməsi 18-dən 2-dir. 18 vur 17 böl 1 vur 2, 9 vur 17.
Buradan nə almış oluram? Ehtimal bərabərdir 9 vur 17, 30 vur 59. 3-ə ixtisar aparsaq 13, cavab 590-da 51 alırıq. Şagirdlər 20-ci ildə isbat sualları düşmürdü. Mən amma burada sizə məsələlərin axırında isbat sualları təqdim etmişdim. İndi burada isbat sualı yoxdur. Mən həmin isbat sualını yazıb isbatını sizinlə paylaşmaq istəyirəm. İsbat sualı belədir şagirdlər. Deyir ki, çevrə verilib, sualda belə bir yazılıbdır ki, OM radiusu AB vətərini yarıya bölür. AB vətərini yarıya bölür. Mən indi AB-ni çəkirəm. OM radiusu bunu yarıya bölür. İsbat edin ki, M nöqtəsində çevrəyə çəkilən toxunan düz xətt AB-yə paraleldir. Yəni, mən buradan hansısa bir toxunan xətt çəkəcəm. İsbat eləməliyik ki, bu toxunan xəttlə AB paraleldir. Şagirdlər, biz bilirik ki, radius toxunana perpendikulyardır da, bunu bilirik, düzdür? Bu vətəri yarıya bölübsə, mən digər radiusları çəksəm, bərabəryanlı üçbucaq olacaq, böyük yer yazaq. Bərabəryanlıda median həm də hündürlükdür. Nə almış olduq? R AB-yə də perpendikulyardır. Bir düz xətt, iki düz xəttlə perpendikulyardırsa, artıq burada uyğun bucaqlar bərabərdir. Buradan çıxır ki, biz DAB-yə paraleldir. Mən burada səhv elədim. DAB-yə perpendikulyar yox, paralel olduğunu ispat edin. Paralel deyib perpendikulyar işarəsi qoymuşum. İndi burada AB-yə radius perpendikulyar, toxunan D-yə də perpendikulyar, deməli D ilə AB bir-birinə paraleldir. Növbəti qəbul imtahanlarında görüşərik. Hər birinizə uğurlar arzulayıram.